Hello canlar, necəsiniz? Yenə mən gəldim. Bu dəfə yenə də gördüyünüz kimi Temu'dan aldıqlarımdır. Amma fərqli bir nüans var burada. Farmland oyunu vasitəsindən qazandığım hədiyyələri göstərəcəm sizə. Əslində iki kargodur. Birini ödəniş eləyib almışam. İkisi də Temu'dur. İkisi də Temu'dur. Birini ödəniş eləyib almışam. Birini isə Farmland oyunu vasitəsindən pulsuz almışam. Bu videoda Farmland oyunu vasitəsindən pulsuz qazandığım hədiyyəni göstərirəm sizə. Ödəniş etmədiyimdən bağlı screenshotu yerləşdirəcəm. Özünüz də baxa bilərsiniz. Sadəcə oyunu oynamaqla qazanmışam. Bu arada Farmland oyunu vasitəsindən hələ də qazana bilmirsinizsə, onda mənim burada yerləşdirdiyim, baxın yuxarıda gördüyünüz videoya keçid eləyin və oradan qazanmağı öyrən. Kod var burada. Baxın, görəcəksiniz. O kodu Temu'da axtarış bölməsinə yazıb Farmland oyununa keçid eləyə bilərsiniz. İndi isə kargolarımı açaq. Farmland oyunu vasitəsilə qazandığım pulsuz hədiyyələr baxın bu kargodadır. İkisi də ayrı-ayrı ərazilərə gəlmişdi. Ondan bilirəm ki, hansıdır. Biri tamamilə fərqli, bilmirəm neyəsə. Biri Azadlığa gəlmişdi. Biri isə Nərmanova. Çok maraqlıdır mənə bu. Elə birinci bunu göstərəcəm sizə. Baxın, o yumuş bir dənə Temu'da kravat üstü var idi. Onu görən kimi dedim ki, bu mənim olmalı. Oyunu oynayanda da seçdiyim hədiyyə bu idi. Çünki niyəsə əlim getmirdi ona pul verməyə. Bəlkə ondan məndə var deyə. Yəni kravatın üstüne salmaq üçün örtü var məndə, amma sırf bunu çox bəyənirdim. Yumuş olduğu üçün. İndi isə açaq. Çox sıxdır. Əslində ağac vaxtda açmaq da istəmirdim. Amma video üçün, sizdən üçün açıram. Baxın bir dənə. Ya. Bunu mən sabah kravatın üstüne de asaram, sərərəm daha doğrusu. Növbəti videolarda bunu sizə vizual olaraq da göstərərəm ki, kravatın üstünə necə qalır. Amma birdən baxın belə. Görəcəksiniz, baxın necə yumuşaq parçası var. Uzunluğu da ki, taxtın ölçüsünə uyğundur. Tam olaraq taxt ölçüsünə görədir. Çox qəşəngdir. Ya, yaxşı ki bundan aldım. Farmland oyunun hiləsini biləndən sonra mən. Bunu belə qoyum. İnşallah çirklənməz. Bizdə balaca uşaq da var. Bunu deyirəm, çirklənməz. İndi isə bu. Bu da... Baxın. Gözləmədim bunları. Amma buradakı atkiləri bilirdim. Deməli, 3 rəng eynək sifariş eləmişdim. Daha doğrusu almışam pulsuz. İndi onları bir-bir yoxlayaq. 3 rəngdir. Düşündüyüm kimi bu forma məncə mənə uyğundur. Siz necə düşünürsünüz? Onu da yorumlara yazarsınız. Məncə pis deyil. Kombinləmək olar. Özəlliklə pink bir şeyler giyersen bence qəşəng olacaq. İndi isə bu. Bu tam olaraq mənə uyğundur bence. Belə ağ sarçuqa falan giyinsəm, elə bu kombin üstünə bir dənə ağ sarçuqa giyinsəm tam olaraq tərz bir şey olacaq. Yəni çox qəşəngdir. İndi isə son olaraq buradan yoluşturum ən yaxşı. Son olarak bunu yoxlayaq. Ya çok tatlı oldu. Çok qəşəng oldu. Beğendim. Siz bilmirəm beğendiniz yoksa yok. Yorumlarda yazın. Bence qəşəng oldu. Bu qədər. Bunlar bir də belə bir parçalar qoyublar. Bunlar Temu'dan Farmland oyunu vasitəsilə qazandığım pulsuz hədiyyələr idi. Növbəti videoda evi dekorasiya eləmək üçün sifariş elədiyim, pulla sifariş elədiyim
kargonu açırıq. Ora keçid eləyə bilərsiniz. Bundan sonraki video o olacaq. İndi isə sizi öpürəm çoxlu. Növbəti videoda görüşərik. Mənə abunə olsanız, yorum yazsanız çox sevinərəm. Sağ olun.